Salam aleykum əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Mən Niyaz. Bugün sizlərlə yepyeni bir Dream League Soccer 2025 oynayacağıq. Və vaxt itirmədən keçək biz dünya çempionatından olan finalımıza. İlk öncə heyətimizə baxaq. Burada Martinez'i təzə aldım. Daha sonra Rafinha'nı təzə almışam. 84'lük Rafinha var. Çox bəyənirəm Rafinha'nı bu sezon. Çox əla oynayır. Başqa kim almışdı? Hə, Valverde'ni almışdım. Keçən dəfə qeyd elədim. Valverde hardadır? Hə, Valverde buradadır. Valverde meydandadır. Başqa kimlər var? İndi bizə kim lazımdır? Bizə lazımdır Dembele. Dembeleni gözləyirəm ki, transferə gəlsin. Dembeleni alacağım inşallah. Beləliklə keçək Argentina ilə final oyununa. Baxırıq heyətlərə. Hə, bir də Martinez. Martinez 85'dir burada. Gəlin Martinez də onu sataq. Bizdə Martinez var idi, səhv eləmirəmsə. Martinez 84'dür. Buradan transferə girək. Martinez'i. Hani Martinez'i. Buraxaq geçsin də yəni. Aha, Martinez. Oyuncuyu bırak. Kondisyon koçu. İnşallah 85'lik Martinez gələr. Neyse, vaxt itirmədən keçək oyunumuza. Heyətləri gördük. Bu da bizim əsas məsələ. Kubokumuz, dünya kuboku. Uluslararası kupa. Belə oyunumuz başladı. Enzo, Alvarez topu itirdilər. Otamendi yenidən top qazandı. Hakimi, Ruben Dias, Courtois, Theo, Hakimi, Muhammed Salah, ileriye doğru. Qapıcı Emiliano Martinez epizodu golla bitmesine icazə vermir. Üçüncüdən zərbə. Kevin De Bruyne. De Bruyne bu səfərdə Rullidir, qapıcı Rullidir. Martinez yoxdur. Qapıcı Argentinada Rullidir. Maraqlıdır. Courtois. Muhammed Salah. Sınağı dəyişdi. Vinicius. Mbappe. Qapı qarşısına ötürmə. Erling'ə top gəlmir. De Bruyne. Ötürməsi keçmədi. Enzo. Ruben Dias qarşıladı. Salah. Hakimi. Vinicius'a doğru. Vinicius ötürdü. Enzo. Mbappe. Eşref Hakimi. Top keçmir. Muhammed Salah. Erling Haaland. İcazə vermirlər. Enzo. Ötürməsi Lautaro'ya. Lautaro Martinez. Sürətlidir. Amma qarşısını kəsdilər. De Bruyne, Mbappe. Ruben Dias. Ötürmə Muhammed Salah. Valverde. De Bruyne. Mbappe. Zərbəsi. Qapı tiri. Oyuncunun izin vermir. Theo. Out. Mərkəzə doğru. Muhammed Salah. Zərbəsi. Bu səfədə Rulli topu tutur. De Paul. Topu itirdi. Mbappe. Valverde. Erling Haaland. Ötürməsi. Muhammed Salah.
Salah'a da icazə vermədilər. Hakimi Kevin De Bruyne zərbəsi. Oy 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 oy. İşte çobut səhv eləsinlər. Salah ötürməsi Vinicius Junior. Vinicius ötürməsi. Zərbə. Argentinanın ən yaxşılarındandır bugün. Enzo. Salah. Valverde. Vinicius Junior. Van Dijk. Theo Hernandez. Vinicius Junior. De Bruyne. Valverde. Topu itirdi. McAllister. Çevrildi. De Paul. Topu itirirlər. Theo. Qapçı. Courtois. Van Dijk. Theo. Theo topu itirdi. Messi. Messi. Ötürməsi. McAllister. Julian Alvarez. Oy oy oy. Az qaldı. Alvarez gol imkanından yararlana bilmir. İmkan vermir. Theo. Vinicius Junior. Sağına doğru. Muhammed Salah. Ötürməsi Erling'e. Erling Haaland çox sürətlidir. Erling'in zərbəsi və finalda hesab açılır. Hesab açılır 70-ci dəqiqədə. Erling Haaland hesabı 1-0 edir. Təkrar izləyək. Muhammed Salah'ın ötürməsindən sonra Erling Haaland qapçı ilə tək-tək qalır və topu qapçının sağ cinahına, qapının isə sol künə göndərir. Əla. Dəyişikliklərimizi edək. Rafinha belə bir taktik ilə davam eləmək istəyirəm. Griezmann, Foden və Son. Mərkəzdə isə bu səfər Kazim sağ. De Bruyne'nin yerinə. Van Dijk, Theo. Bitirdi. Yine yerinde ama çevrildi. Rafinha ilerliyor. Başarıyla geçmeyi isteyebilir ama olmadı. Theo. Griezmann. Rafinha. Final maçı da başa çatdı. Ekranda statistikler görürsünüz. 7 və bir kornerlə